Kapital bazarlarındakı lider mövqeyini ildən ilə gücləndirən Paşa Kapital İnvestisiya şirkətinin 2024-cü il üzrə maliyyə yekunları və gələcək inkişaf istiqamətləri ilə bağlı mətbuat konfransı keçirilib. Paşa Holdingin 100%li səhmdarlığı ilə fəaliyyət göstərən və 13 ildən artıqdır ki, yerli kapital bazarlarının fəal iştirakçısı olan Paşa Kapital İnvestisiya şirkəti 2024-cü ildə yerli bazarda dövriyyə həcmini əvvəlki illə müqayisədə 35% artıraraq 27 milyard manatadək çatdırıb, mövqeyini daha da möhkəmləndirib. Son 3 ildə gördüyünüz kimi Paşa Kapitalın yerli bazarda dövriyyəsi 11 milyarddan 27 milyarda çatdırılıb. Keçən ildən müqayisə etsək 35% artım var. İnvestorlar üçün geniş imkanlar təqdim edən Paşa Kapitalın xidmətlərindən faydalanmaq üçün 1548 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya Paşa Kapital.az saytına daxil ola bilərsiniz.